İnşallah. Yanım. İnne inşallah. Yakın durun da 5-6 biraz yakın durun. Sallallahu Yakın durun. aleyhi ve Kadınlar sellem. biraz yakın durun. Subhanallah da saygınlar. Fatiha. Elhamdülillah. Yok. Allah'ın amin. Kul huvallahu ehad Allah'ın Allah rahmet eylesin. والله الذي لا إله إلا هو الملك القدوس السلام المؤمن المهيمن العزيز الجبار المتكبر سبحان ربك رب العزة عما يصفون إن الآمين الحمد لله الحمد لله اللهم نور قلوبنا بنور القرآن وكفرنا سيئاتنا بإزالة القرآن واشف مرضانا بآية بخلقة القرآن اللهم ادخل الجنة بشفاعة القرآن ونجنا الليل والصلاة والغرام الله هادية متصلة نرجو نبينا وشفينا محمد المصطفى صلى الله عليه وسلم وإله جميع الأولياء والأولياء والأولياء والشفاء والسالك والمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات لا سيما قصنا لا سيما قصنا بسم الله الرحمن الرحيم إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم ولا الضالين آمين بسم الله قل هو الله أحد Allah rahmet eylesin. Hürmetli şehit atası, sıtaları, hürmetli şehit anaları, hürmetli konuklar, aziz ziyaretçiler. Bugün biz Şamaxı Şehitler Xiyabanı deyip, ziyaretgahımız olan Şehitler Xiyabanı, an yerimiz olan Şehitler Xiyabanı ve eləcə də Recep balamızın bu günləri anam gününə yığışmışıq. Allah Teala bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onların yerləri cənnətdə olsun. Recep'in timsalında bir xahişim var sizdən. Bütün şəhidlərimizin xatirəsini yad edək, sonra tədbirimizi davam etdirək. Allah rahmet eylesin. Teşekkür ederim her birinize. Hürmetli cemaat. Bugün Demirci kent insanlar buradadır. Şamaxı rayon Axundi benim sağımda, həmişə benim sağımda dayanmış Nazım Əhməd buradadır. Solumda bu işe bakan Şamaxı rayon İcra Hakimiyyətinin şöbə müdürü Celal müəllim buradadır. Demirci kent icra nümayəndəsi sədri buradadır, onun mavini buradadır. Belediye yoktu burada. Demirci kent belediyesi buradadır. Ve Demirci kent akımı da buradadır. Ve aynı zamanda hürmetli Recep Bala, senin karşında bak bu insanlardır, bu ziyaretçilerdir. Ziyaretin ister 5 adam olsun, ister 5 adam olsun. Ziyaret, ziyarettir. Ve aynı zamanda senin karşında Şamaxı rayon aksakalı Babun Ağarca müəllim durur. Her birine teşekkür ederim. Çok sağ olun. Hürmetli iştirakçılar, aziz ziyaretçiler. Recep balamızın solunda emsi durup sağında anası. Ben ilk sözü hele onun emsine verilen bir neçə kelime buyursun. Sonra anasına da vereceğim. Buyur. Allah hoş gelmişsiniz. Bugün Recep'in hanım geldi. Onu Allah ruhunu şad eylesin. Bütün şehitlerimizin Allah ruhunu şad eylesin. Amin. Teşekkür ederim. Abacı bir neçə kelime. Anası. Ha, Allah rahmet eylesin. Allah yerlerin cennette eylesin. Allah şəhidlərimizə Sizə də təşəkkür edirik ki, bunu təşkil edirsiniz. Qanıdan. Söz vereceğim sen özür söz vereceğim. Narahat olma. Şehit atası Subhan müəllim buyur. Hər vaxtınız xeyir olsun. Allah tərəfçi qəbul etsin. Rəcəb kimi oğlanların sayəsində məhz bu cəmaət gözəl günlər görüb.
92-ci ilin bizim yarımçıq qalan işlərimizi Rəzəb kimi oğlanlarımız, qardaşlarımız tamamladı. Qarabağ torpağını aldılar, bizə zəfər gətirdilər. O İsraili bayrağımızı bütün o işğal olunmuş torpaqlarımızda dalgalandırdılar, zəfər qazandırdılar. Yüzlərlə zəfər qazanmayan bu torpağa 2020-ci ildə xalqın birliyi ilə, prezidentin ətrafına toplanmağı ilə bu zəfər qazandı. Bu zəfərdə hamı sevindi, biz də sevindik. Biz balamızın, Rəcəb kimi oğlanlarımızın sayəsində qanı bahasına torpaq alınsa da bizim sevincimizin həddi yox idi. Bu sevinci daima saxlamaq üçün gərək xalqımız yenə bir bərabər olsun, dövlətimizin o çürəkli bayrağımızın yanında olsun. Allah ordumuzu qorusun, ordumuz yurdumuzu qorusun. Valideynlərinə, yaxınlarına səbir diləyirəm. Allah ziyarətçi qəbul eləsin. Çox sağ olun. Kənd icra nümayəndəsinin müavini hörmətli qardaşımız buradadır. Buyursun. Rəzəb bizimlə bir yerdə döyüşdə olub. Mən bir döyüş yoldaşımı deyə bilərəm ki, Rəzəb döyüşlərdə komandirlərin tapşırıqlar verərkən necə özünü qabağa atırdı, döyüş tapşırıqlarını necə əzmlə yerinə yetirirdi. Bizimlə bir yerdə döyüşdə olub Rəzəb. Qələbəyə bir gün qalmış şəhid olub. Allah rəhmət eləsin. Rəzəbin timsalında bütün şəhidlərə Allah rəhmət eləsin deyirəm. Onların sayəsində torpaqlarını şeydə alındı. Çox sağ olun, təşəkkür edirəm. Qələbə dediniz. Bir neçə gün bundan qabaq qələbə günü keçirdik. Bu qələbə əlbət ki, bunların sayəsindədir. Bu zəfər əlbət ki, bunların sayəsindədir. Ali Baş Komandan İlham Əliyev cənablarının, Prezidentimiz İlham Əliyev cənablarının sayəsindədir. Mehriban xanımın sayəsindədir. Allah Teala bütün şəhid balalarımızı qəni-qəni rəhmət eləsin, yerləri cənnət olsun. Buyur, anası danışa bilmədi, buyurun. Mən hamıza təşəkkür edirəm ki, bu tədbiri təşkil edirsiniz. Hamımız borcluyuq. Şəhidlərinə canına qurban olar. Allah dünyamızı salamat eləsin. Amin. Allah prezidentimizi qorusun, Türk əhlini qorusun, Türk dünyasını qorusun. Allah şəhidlərimizin yerin cənnət məkan eləsin. Qazilərimizə can sağlığı versin. Hərbiçilərimizi Allah qorusun, əsgərlərimizi Allah qorusun. Amin. Onların sayəsində biz burada elə dururuq. Yoxsa Arxayın rahatımız. arxayın yaşayırıq burada. Hər dəqiqə, hər saniyə onlarla asılıdır. Çox sağ olun, var olun. Təşəkkür edirəm. Yox ki, də bazılardan danışmaq istəyirəm. Başla buyur. Bugün cəbhəyə yollanan bu igidlərimiz, bu növcavanlarımız cəbhəyə yollananda Azərbaycanın atributu olan 3 rəngli bayrağımıza and içdilər, getdilər və Qarabağımızı qorumağa səfərbərlik etdilər. Ali Baş Komandanın ətrafında birləşdilər. Ancaq onlar o 3 rəngli bayrağa bürünübən vətən torpağına qayıtdılar və torpağa gömüldülər. Onlar bu zəfəri görməsələr də onların ruhu onu görür. Onların ruhu bu gün şaddır ki, vətən azad olunub, Qarabağ mənfur düşmənin əlində deyil. Bizim prezidentimizin ətrafında toplanmasaydılar və bu qalibiyyət olmayacaqdı. Onlar sevgi ilə getdilər və qalibiyyət qazandılar. Şəhidlərimizin qarşısında, hamısının ruhu qarşısında baş əyirəm. Onların analarının qarşısında baş əyirəm və onun timsalında Rəcəb balamızın bu gün anasına minnətdarlıq eləyirəm ki, belə gözəl, belə şərəfli, belə igid övlad böyütmüsən, gözəl ana. Vətənə layiq övlad böyütmüsən. Hər şeyə görə çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Doğulğun düzgün halal çıxışınız üçün. Rəcəbinlə bir yerdə həm hərbidə, həm də döyüşdə iştirak eləmiş qardaşımız var burada. Məndən xahiş elədi ki, məni çıxışa vermə. Mən də razılaşdım ondan. Çox sağ olsun. Ümumiyyətlə buradadır. Hər birinizə Allah Teala'dan xoşbaxtlıq arzu edirəm. Allah Teala bu şəhid atalarının, şəhid analarının qalan bağlarını xoşbaxt eləsin. Siz bilirsiniz, bayraqdan danışdı bacımız. Dünən bayraq günü idi. İstəyirəm, anım günü idi. Qələbə günü idi. Anım günlərə maaşdan qələbə günü, zəfər günü idi. Anım günü keçirmiş. Hörmətli cəmaət. Bunlar elə belə şey görür. Bunlar güclə, bunlar qanla, bunlar zəfərlə, bunlar igidliklə bu qələbəni qazandılar. Bu bayrağımızın uzalmağına səbəb olan bu bağlarımızdır. Ali Baş Komandanımız İlham Əliyev cənablarıdır. Allah onun canına salamat eləsin. Allah bütün Azərbaycan xalqını xoşbaxt eləsin.
Görürsünüz Azərbaycan xalqı bir xoşbaxtdır. Bax, dünən yox, sənənizdə hamı gördünüz Azərbaycanda. Bütün dünyanın gözü Azərbaycanda. Bütün dünya Azərbaycana baxırdı. Bütün dünyanın ən aparıcı qüvvəsi olan prezidentlər Azərbaycanda, mənim prezidentim, bizim prezidentimizin yanındaydı. Göylərdə uçan səmada olan o hava gəmləri, samalyotlar, sort samalyotlar nəyin sayəsindəydi? Hamısı bu bağlarımızın sayəsindəydi. Hamısı Ali Baş Komandan Məhəmməd cəmilərin sayəsindədir. Allah onun canını salamat eləsin. Allah Mehriban xanımın şünavand eləsin hər bir vaxtı. Allah təala bütün xalqı xoşbaxt eləsin. Bir Azərbaycan xalqını Allah xoşbaxt eləsin. Hörmətli cəmaət. Hamı bugünküsü xoşbaxtdır. Bugün Azərbaycanın bir qarış torpağı kənar işğal altında deyil. Yağı düşman əlində deyil. Hamısı Azərbaycan xalqının öz əlinədən. Nəyin hesabına? Bax, bu bağlarımızın hesabına. Nəyin sayəsində? Bu bağlarımızın sayəsində. Dedi bacı, bu günləri nə iş görürük? Bu gün nə edirik? Mənim suarım, mənim sözümdür bu. Bu gün hara, kim hara vəzifəyə gedir, nə eləyir? Hamısı bağlarımızın sayəsindədir. Hamısı Ali Baş Komandan İlham Əliyev cənablarının sayəsindədir. Allah Teala onun başını həmişə ucalarda eləsin. Bu bağlarımızın sayəsində. Allah bağlarımıza qəni rəhmət eləsin, yerlər cənnət olsun. Hörmətli Hacı Mərhəmət, sən arada elə belə bir əziyyəti sənə verirəm, sən də bu əziyyətdən çox xoş olursan. Bu şəhidlər nə məxsusu o haqda bir neçə kəlmə. Elhamdülillah, elhamdülillah Rabbil alemin vel akibetul muttaqin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve tebibili kulubina ve şefi zunubina. Ebu Kasım Muhammed sallallahu aleyhi ve sellem. Amma ba'd. أمرنا ذلك وقال الله تبارك وتعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولا تحسبن الذين قتلوا في سبيل الله بل أحياء عند ربهم يرزقون صدق الله العظيم. Bize sonsuz nimetler veren, bugünkü bu mübarek günlere yetiren, Uca Allah Teala Celle Celal'ın birliğine ve büyüklüğüne sonsuz şükürler ve senalar olsun. Allah Teala Celle Celal'ın salatü ve selamı Peygamber Efendimiz'in üzerine olsun inşallah. Allah Azimüşşan'ın affı, mağfireti, rahmeti, bereketi, Peygamber Efendimiz'in şefaati cümle şehitlerimizin üzerine olsun. Bu günlerde inşallah ki bizim bu Recep balamızın üzerine olsun. Allah Teala Celle Celal yakınlarına sabr-ı cemilet eylesin. Mübarek Kur'an-ı Azimüşşan'ın ayet-i celilesini arz edelim sizlerin kulluğunuza. Alimran suresi 169. ayet-i celile. Buyurur da Allah Azimüşşan وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتْلُوا فِي سَبِيلِ اللّٰهِ Allah yolunda qətl olunanlara deyir, əsla və əsla ölü deməyin. Çünki İndə Rabbihim yurzəqun Allah qatında deyir, onlar rozlənirlər. Yəni biz yeyib istəyimiz kimi onlar yeyib içirlər. Sadəcə biri bizim görən gözümüz qüsurdur, biz onları görmür. Ona görə də şahid elə bir məqamdır ki, şəhadət elə bir məqamdır ki, o məqama əsla və əsla hər insan yüksələ bilməz. Uca Allah Azimüşşan şəhədə aşiqdir. Şəhəd də Allah Teala Celle Celal'a aşiqdir. Uca Allah Teala Celle Celal şəhədin buyurub Peygamber Efendimiz Aleyhisselam Hazretleri deyir ki, kıyametin günündə şəhid yaralı qazi Allah'ın huzuruna gələr, yenicə yaralanmış qan o səviyyədə tökülər. Amma deyir, qan düzdür, qan rəngində olar, qoxusu müşk əmbər qoxuyar. Şəhidin yarası, bəli. Şəhidin yarası, qazinin yarası bir səviyyədə olar. Bu da Allah Teala Celle Celal bunlara o qədər dəyər verib ki, bunları öz dünyası dəyişməyi ilə ölümsüzlüğe qovuşturubdur. Bir yeganə şəhiddir ki, bu dünyadan kim olursansa olsun, gedib məqamı görəndən sonra geri qayıtmaq istəməz. Amma Allah Teala Celle Celal'ın içində şəhid deyir ki, Ya Rabbi, məni qaytar həyata, yenidən gedim döyüşüm, vuruşum, yenidən şəhid olum. Yəni, dəfələrlə. Sual edirlər şəhiddən ki, bu istək nədəndir, bu boyda əzab istiraba nədən gözləsən? Deyir ki, mən o son nəfəs ki var, o son nəfəsi verəndə bütün şəhidlər cəmal-i ilahini görür. Biz bir-birimizi gördüyümüz kimi şəhid Allah Teala Celle Celal'ın halın görür.
ve değil bütün dünyanın naz nimetleri yıksın birbirinin üstüne. O bir saniyeli, 5 saniyeli olacak ki görüş var. Onun değil feyz ve bereketi hiç de tapmak olmaz. Ona göre de bu şahitler Allah katında o kadar değerlidir. Kıyametin gününde kim olursansa olsun bütün emellerinden hesaba çekilecek. Ama Allah Teala Celle Celal deyir ki şəhide bir kul hakkı döysə, her bir şeyi eda eləmişəm, bağışladım ona. Ve her bir şahit kıyametin gününde ana öz döşünde emzirdiği körpesine bakmayacağı bir günde bir şahit özünden başka 40 bazen de deyirlər 70 insana şefaatçi olacak ki Allah Teala Celle Celal arz edecek ki keçinən cennete şəhidləyəcək ki niye? Anam gelsin. Atam gelsin. Ta o vakte kadar değil ki devam ediyor ki bu 40 nefer arasında kimler yoktu? Emr ediyor ki keç diye keçmərəm ya Rabbi. Niye? Ben zamanlığımı yaşamadım diye. Benim zamanlıkta dostlarım var, zaman dostlarım. Onlar gelsin, ben cennete onlarla keseceğim. Çünkü benim zamanlığımı orada yaşamamın bana senin tarafına yarattığı bütün. Ona göre de bunların megamı o kadar âlidir ki, Peygamber megamından sonraki bir megamdır. İnşallah Allah Teala Celle Celal Recep balamızın yakınlarına, ayaküstü anasına sabr-ı cemilet eylesin inşallah. Kalan kardeşine hayırlı ömür nasip kısmet eylesin. Bu hayatı dünyada sözsüz ki hasret var, çetinliği var, bir imtihandır. Ananın evladından bir ayrılığı var ama Allah'a andolsun ki Allah katında biz emellerimizi bunlara uygun hareket etmiş olduk. Kıyametin gününde sen balona görüşeceksin. Ve sırat-ı müstakiminin büyüründe dayanıp, yolun kırağında dayanıp elini uzatacak diyeceğim benim anam gelsin. O güne özümüzü hazırlayalım. Allah şahitlerimizi rahmet eylesin. Amin. Ben özür istedim. Biraz qəhərləndim. Ama bu bir ana bacısından ötürü şehadete gitmiyor. Bütün her ne kadar ki Azerbaycan milleti var, bu turpa var, bu bayrak var. Bunun üstünde bu uşaqlar, bu balalarımız canım feda elədi. Hiç bir temenna güdmeden. Bizim bu Aksakal hemşe değil. Bunlar bir anasının bacısını gözlemedi. Her birimizin namusundan ötürü özlerini siper elediler. Ona göre de bunların gördüğümüz bu vatan torpağı bunların kanıyla sulanır. Bize emanettir. Bizim de Allah bize insaf versin. O öz nefsimize, öz hava hevesimize uymayan o şehitlerimizin bize emaneti olan bu devletin, bu bayrağın, bu torpağın qədrini bile inşallah. Allah müəllim dedi, Allah razı olsun. Müzəffər Ali Başkomandan, hörmətli Cənab Prezident bu orduya rəhbərlik elədi. Özünün dediği kimi Qarabağı görmeyen bu balalarını keçdilər, Qarabağı aldılar. Şükürler olsun Allah'ın böylüğüne. 30 yıl bizim alnımızda olan ləkəni bizim hörmətli şəhid atamız Sübhan qardaş bunu tez diyen. Bizim alnımızda olan ləkəni bir millet olarak bizim alnımızda sildi bu uşaqlar. Ona göre de bizim boynumuzun her birimizin borcudur. Bunların emanetleri olan bu emanete hakkıyla sahip çıkan bunların valideynlerinin değerini bilək ve valideynler de öz evlatlarının değerini bilsin ve onlara uygun hareket eləsinlər ki, kıyametin gününde onların gözün yolda koymasınlar. Bak bu kadar Allah size bir imtiyaz edildi. Bəli, sözsüz ana
Ananın qəlbində bir həsrət var, bir yanğı var. Amma Quran-ı Əzimüşşanın digər bir ayə-i cələləsində əmr olunduğu ki, bütün yaradılmış nəfis ölümü dadacaqdırsa, əgərləri hər birimiz öləcəksə, buna ölüm demək olmaz. Allah Teala Celle Celaluhu buna deyir ki, ölü demək. Bu yaşayır. Ruzilərini sadəcə biz görürük. Ona görə də bax, o səviyyədə Allah sizlərdən razı olsun, hörmətli Ağsaqqal, Azam müəllim, Allah sizi var eləsin. Yəni bunların haqqında günlərlə danışmaq olar. 5 ildir bizim cümə xutbələrimiz, burada olan söhbətlərimiz hamısı bu mövzuda gedir və bu günləri bu balalarımız bizim gələcəyimiz olacaq. Bu cavan körpə uşaqlarımızın, nəslimizin xoşbəxtliyindən ötürü canım verdi. Evimizdə, məktəbdə, olduğumuz bütün ictimai yerlərdə, hər bir yerdə bunların inşallah ki, tarixi öyrənməlidir və bunlar bizim üçün bir ibrətdir. Allah Teala Celle Celaluhu bizləri baxır, görüb, ibrət almağa nəsib qismət eləsin. Müzəffər Ali Başkomandanımızı qorusun, dövlətimizi qorusun. Bax, bu bayraq yağları bizim hörmətli bacımız dedi. O bayrağa and içdilər, gitdilər. Son məqamda kəfənin üstündən ona büründülər, gəldilər. Ona görə də o bayraq sadəcə bir parça döcür. O bayraq çox müqəddəsdir. Bizim and yerimiz və son nəfəsdə bizim kəfənimizin üstündən bizə büküləcəyimiz bir varlıqdır, bir nimətdir. Onun dəyərini bilmək lazımdır. Ona görə də bax, ən əsası bu dövlət, bu torpaq, bu bayraq şəhidlərimizin bizə bir əmanətidir. Allah Teala Celle Celaluhu layiqincə bir millət olaraq ona sahib çıxmağı bizə nəsib qismət eləsin. Allah bir daha şəhidlərimizi qəni-qəni rəhmət eləsin. Allah sizlərdən razı olsun inşallah. Ne bu? Nə bir kişi. Hepsi danışacak, akılsız da bırakıyor. Hürmetli Hacı Merhamet, çok sağ olun. Kutluğun düzgün halal çıkısın. Söylendir, kederlendir, qəhərləndir. Çünkü siz bunları görmüşsünüz, siz bunların hamısının içərisində bir yerdəsiniz, mənimlə bir yerdə, mənimlə bir yerdə olmuşuq. Ki bu bağlarımız necə əziyyətlə, necə zülmlə, necə zəhmətlə torpaqlarımızı yağı düşman işğal altından aldılar. Hörmətli cəmaət, belə hasat şey deyil. 44 gün ərzində yağı düşmanla 30 illik işğal altında olan torpağı alasan, bir adamla deyitləşəndə onun haqqı bir il çəkir. 2 adam bir-birindən deyitləşəndə. Hansı ki, yağı düşmanın əlində olan 30 illik işğal altında olan torpağı 44 günə alasan. Belə şey deyil. Bu Allah vergisidir. Bu Allah bağlarımıza güc verdi, qüvvət verdi, köməkli elədi. Başta Ali Başkomandanımız İlham Əliyev cənabları olmaqla. Biz 90-cı ildə bundan da çox şəhid verdik. Amma nə mənası, nə faydası oldu? Ona görə faydası, mənası olmadı ki, orada rəhbərlik yox idi. Orada Ali Başkomandan yox idi. Azərbaycan xalqı özün bir-biri ilə düşmançılıq eləyirdi. Hansı ki, düşman qalmışdı kənarda. Bugün Azərbaycanın yəsi var. Bugün Azərbaycanın Ali Başkomandanı var. Bugün Azərbaycanın prezidenti var. Onun birinci mavini Mehriban xanım Əliyeva var. Allah Teala hər birinizdən razı olsun. Mən bu kənd cəmasına da çox sağ olun deyirəm. Bir ağsaqqalları olaraq ki, gəliblər bugün, ziyarətdədirlər, bugün gəlməlidirlər və gəlməliyik. Biz hər birimiz, nəinki ayağımızda olan ayaqqabılarla, ayaqyalın biz hər gün sutka ilə, saatla getməliyik bu bağlarımız. Çünki bunlar gözləmədi ki, arkada ata qalıb, ana qalıb, ailə, bacı, qadın, heç bir şey gözləmədilər. Bir gözlədikləri məqsəd oldu ki, işğal altında olan torpaqlarımızı alıb, qanımızı töküb, keçən qabaqda olan, bizdən qabağa olan qardaşlarımızla qanları alıb biz üzü ağ Azərbaycan xalqına qayıtmalıyıq. Belə də oldu. Allah Teala qəni-qəni rəhmət eləsin bütün şəhidlərimizə. Allah Teala bu bağlarımızın yerini cənnətdə eləsin. Ya Rabbim və Resulallah. Allah Teala bütün şəhid atalarının, mənim duam budur, şəhid analarının qalan bağlarını gözlərinə sürək eləsin. Onlardan ruzulu olsunlar, onlardan xeyir görsünlər, onların işi həmişə band olsun ya Rabbim və Resulallah. Hacı buyur. Əvvəla hər birimizi Zəfər Bayramı münasibətilə təbrik edirəm. Ali Başkomandanımızın bir kəlmə sözü var idi ki, dövlət nə qədər güclü olursa olsun, onun siyasəti nə güclü olursa olsun, öndə gedən, zəfəri qazanan zabitlərimiz və əskərlərimizdir. Allah onların hamısına şəhid olanlara rəhmət eləsin,
qazilərə can sağlığı versin. Allah kömək olsun. Bu millət hələ tarixdə belə bir bayram görməyib. Özünüz hamınız, əksəriyyətiniz görüblər yəni ki, televizorda görmüşük. Bütün dünyada belə bir zəfər olmayıb ki, bizdə olub. Yəni bunu qiymətləndirir. Yəni hər insan bunu, hər dövlət, düşmənlər bu məlum məsələdir ki, bunu həzm eləyə bilmirlər. Düşmənlər həmişə olub, deyir, qurban olum düşmənə, qoymur məni düşməyə. Düşmən olmasa insan özünü yığıb yığışdıra bilməz. Allah sizin hamınızdan, icra hakimiyyətindən, bütün nümayəndələrdən razı olsun ki, gəlib bizimlə bir yerdə burada iştirak edirlər. Allah hamımızdan razı Çox olsun. sağ ol. Allah kömək olsun. Çox sağ olun. Hörmətli Hacı, siz deyirsiniz ömrünü belə gəlir. Azərbaycan xalqı həmişə qələbəçi olub. Azərbaycan xalqı həmişə qələbə qazanıb. Götürək 1941-45-ci Böyük Vətən müharibəsi. Azərbaycanın qazandığı qələbə orada bütün ölkələrdən qabaq oldu. Bu günləri düzdür orada 15 Respublikanın özündə birləşən SSR 5 ilə qazandı qələbəni. Amma 44 gündə bu qələbəni qazanmaq Azərbaycan bağlarına, Azərbaycan prezidentinə, Azərbaycan xalqına məxsus oldu. Bu bağlarımıza məxsus oldu. Allah Teala bütün bağlarımızın, bütün bu şəhid bağlarımızın yerini cənnət eləsin. Allah Teala bütün Azərbaycan xalqını xoşbaxt eləsin. Allah Teala sizin hər birinizi xoşbaxt eləsin. Çox sağ olun. Təşəkkür edirəm gəldiyinizə görə. Bununla da tədbirimizi bağlayıram. Ver dua qadına. Amin. Allahümme salli ala Muhammed. Çok sağ olun. Allah razı olsun. Hürmetli cemaat.